Həftəlik bürclər, dolça əkizlər, tərəzi bürclərini 2 martdan 9 marta doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Əslində dolçalar bu həftənin şanslılarından biri də sizsiniz. Yəni belə deyim də, ən uğurlu şanslılarından biri siz ola bilərsiniz. Həftənin sonlarını idarə etməyi bacara bilsəz. Çünki bilirsiniz necə, bu həftə güc həftəsidir. Var gücünüzdən hər şeyi çabalamaq, hər şeyi özünüzə doğru çəkmək, şans olaraq, kapitanlıq olaraq, idarə olaraq hər şeyin idarəsini öz əlinizə ala bilərsiniz. Ailəvinizlə, şəxsiyyətinizlə əlaqədar olaraq öz hökmünüz, söz haqqınızın güclənməsi ola bilər. Belə deyim də, başqa bir cəhətdən maddisal bu həftə həftənin ortalarına doğru, cümə axşamına doğru, cümə axşamına cüməyə keçən vaxtdan sonra sizdə pul maddiyyatla bağlı ailə üzərindən ciddi maddiyyatın dəngəsizliyi, israfı ola bilər. Və zamana doğru bu həftə ən böyük problemimiz dolçular zamanla mübarizə aparmağınızdır və zamanla mübarizə apara bilərsiniz. Ona bir söz deyə bilmərəm, amma zamanla mübarizə aparanda belə deyim də, özünüzün səhv zamana doğru hərəkət etdiyinizi hiss edəcəksiniz. Şans kartınız var, güc kartınız var, idarə var, fortuna sizin yanınızdadır, tamamlanmağınız var. Maddisal dəngəni idarə eləsiniz və zamanın da idarəsini elə alsınız. Məncə həftənin ən güclülərindən biri siz ola bilərsiniz. Sadəcə olaraq xoşuma gəlməyən, başınızın arxasından onurğanızı, boynunuza doğru bəzi sinirsel narahatçılıqlar var. Onların qarşısını alsınız. Demək olar ki, həftəniz uğurludur. Həftənin narahat edən insanlarından biri əkizlər sizsiniz. Bu həftə sizin üçün biraz qəribə bir həftədir. Yəni istəklərimizi həyata keçirmək üçün ətrafımızda olan insanları azaltmalısınız, bir formasında olacaqsınız. Yəni ətrafınızda olan insanların maskalanmasını, ətrafınızda olan insanların get-gəldə olan insanları həyatınızdan çıxartmalısınız. Yəni ətraf və sosiallığınızı bu həftə qısıtlamalısınız. Əkiz qadınları özünüzün sağlamlığından və bu həftə qıraqdan aldığınız məlumatlarla özünüzün şəxsiyyətində və özünüzdə bəzi dəngəsizliklər ola bilər, qərarsızlıqlar ola bilər, aqressivliyiniz ola bilər. Bacarırsınız, əkizlər bu həftənin sonlarında doğru mühitinizi, yerinizi, şəhər olaraq, mühit olaraq bir müddət dəyişməyinizi məsləhət görürəm. Əgər belə deyim də, özünüzü pozitivə doğru çevirmək istəyirsiniz, çünki enerjiləriniz negativə doğru gedir və bu normal bir vəziyyətdə deyil. Səbirsizliyinizdən də əlavə dəngəsizliyiniz var. İnsanların danışığı səs-küy olaraq sizin beyin və düşüncələrinizi parçalamış bir formada saxlayır. Yuxu rejiminizdə pozğunluq var. İçinizdə qəribə bir narahatçılıq var. Elə bir nəsə yerinə oturmur. Sizi qane etməyən bəzi nüanslar var. Bunları düzəltməyə çalışın. Xoşuma gəlmədi. Gözünüzlə əlaqədar problemlər, ağız, çənə, dişlə əlaqədar problemləriniz ola bilər və bilmirəm, bədəndə tez-tez yorulmalar normadan çoxdur. Buna fikir verməz. Həftənin 64%-ə qədər uğurlu edə bilərsiniz, amma bu uğurlu həftə deyil. Həftənin tərəziləri gözünüz aydın olsun. Uğurlu tərəzi və tərəzi yüksələnlər. Bu bizim bürc və yüksələnlərimiz aid. Tərəzilər həftənizi uğurlu edə biləcək bir qüvvədə olan insanlarsınız. Çünki ən çox tərəzi qadınları övladla, hamiləliklə, özünüzün dominantlığıyla, şəxsiyyətlə əlaqədar olaraq uğurlu qərarlar vermə zamanına keçə bilərsiniz. Çox gözəl həftədir məncə. Çünki hər şeyin idarəsi məndə olacaq. Bir müddət dinlənməlisiniz və olduğunuz evdə və yaxud da harda daha çox zaman keçirdiksə, oranın enerji və aurasını təmizləməlisiniz. Çünki ən çox olduğunuz müddətdəki enerjilər, auralar bloklanmış vəziyyətdədir və dəngənizi pozur. Dominantlığınız çoxdur, işlə bağlı, pulla bağlı başqa təkliflər əldə edə bilərsiniz, başqa insanlarla tanışlığınız ola bilər, özünüzü qəfəsdən çıxarda bilərsiniz, dostluq əldə edə bilərsiniz. Çünki hər zaman bu kart dərin dostluq, dərin inanc, güvən verici insanların ətrafınıza doğru gəlişidir. Mən özümə güvənmirəm kimi bir nüans yoxdur. Bu həftə özünüzə güvənməzsiniz tərəzilər, çünki çoxdan da yarımçıq maddi əlaqədar qoyduğunuz problemlərin hamısını özünüzə doğru aktivləşdirəcəksiniz. Bərəkət ruzu enerjinizi özünüzdə gücləndirəcəksiniz. Bunlara fikir versəz, bəli, həftənizi uğurlu edə bilərsiniz və həftənizi 84%-ə qədər uğurlu edə bilərsiniz. Məncə zaten edəcəksiniz də tərəzilər.